56-cı sualda ölkələrə uyğun gələn yarımadalar. Rusiyanın ərazisində Yamal yarımadası yerləşir. Birinci 2 olmalıdır. A variantı ilə C variantı getdi. Avstraliyanın ərazisində Arnhem yarımadasıdır. İkinciyə 1 olmalıdır. Y variantı getdi. Meksikanın ərazisində Kaliforniya yarımadası olmalıdır. Üçüncüyə 4 olmalıdır. Cavabımız B variantı. ABŞ-ın ərazisində Alyaska yarımadası. Ölkələrə uyğun gələn adalar. Fransaya aiddir Korsika adası. 1-ə D olmalıdır. C, D, Y variantlarımız getdi. İspaniyanın ərazisində yerləşir Kanar. İspaniyaya məxsus olan Kanar adasıdır. İkinciyə A variantı olmalıdır. Cavabımız B. İtaliyaya aiddir Siciliya adası. Rusiyaya aiddir Saxalin adası. Cavab bu variantı. 58. Ölkənin adı yerləşdiyi yarımada paytaxtın düzgün. Portuqaliya Pireneya yarımadasındadır. Paytaxtı Lissabondur. Kamboca Hindçin yarımadası. Tayland Hindçin yarımadasında paytaxtı Bangkok. 3 doğrudur. Yunanistan Balkan yarımadası. Danimarka Jutlandiya yarımadası. Cavabımız C variantı. 59. Ölkənin adı yerləşdiyi rayon və region və paytaxtın düzgün verildiyi sıra. İran Cənub-Qərbi Asiyada olmaz. Filippin Cənub-Şərqi Asiya olmaz. İrlandiya Qərbi Avropadır. Paytaxtı Dublində olmaz. Çin Şərqi Asiyada paytaxtı Pekin. Cavab Y variantı. Yaponiyada Şərqi Asiya aiddir. 60. Regionlara mafiq gələn dövlətləri müəyyən edin. Mərkəzi Asiyada Türkmənistan, Özbəkistan, Monqolistan, Hindistanla Pakistan Cənubi Asiyaya aiddir. Cənubi Asiya, Yaponiya Şərqi Asiyada olmaz. Qazaxıstan Mərkəzi Asiyada olmaz. Cavabımız 3-cü variant, B variantı. 61. Xəritə çıxanda rəqəmlərə verilmiş ölkələrin düzgün sırasını müəyyən edin. 1. Somali olmalıydı. B variantı, C variantı, D variantı getdi. İkinci ölkəmiz Mərakeşdir. A variantda getdi. Cavabımız Y variantıdır. 1 Somali, 2 Mərakeş, 3 Mavritaniya, 4 isə Liviyanın ərazisinə düşür. Birinci ölkəmiz Nigeriya olmalıydı. C, D, Y variantımız getdi. İkinci ölkəmiz Əlcəzairdir. A variantda getdi. Cavabımız bu variantıdır. 3 Çad, 4 isə Efiopiyanın ərazisinə düşür. 63. İtaliya ilə Fransanın sərhədinə düşür Monako. Birinciyə Monako, ikinci San Marino, üçüncü Vatikan, dördüncü isə Avstriya ilə İsveçrənin sərhədində Liechtenstein. Cavabımız elə A variantı. 64. Dünya siyasi xəritəsində keyfiyyət sahə ilə bağlı olmamalıdır. Müharibələr nəticəsində ərazilərin zəbt edilməsi yaxud itirilməsi sahə dəyişikliyidir. Dəniz dayazlıqlarının qurulması ilə ərazilərin genişləndirilməsi sahə dəyişikliklər. 1-2 olanları atırıq. Cavabımız A variantı. Dövlətlər arası siyasi təşkilatların yaranması, ictimai-iqtisadi formasiyaların tarixən əvəz olunması və dövlət quruluşunun yeni formaların meydana gəlməsi. 65. Sahilləri ancaq Atlantik okean suları ilə yuyulan Cənubi Amerika. Cənubi Amerika deyildiyi Kubanı ataram Mərkəzi Amerika ölkəsidir. Meksikanı ataram Şimali Amerika ölkəsidir. Olmaz. Daha sonra B variantında Braziliya Atlantik okean sahili, Argentina Atlantik okean sahili, Çili isə Sakit okean sahilidir. Olmaz. C variantında Argentina, Braziliya Atlantik okean sahili, Uruguay Atlantik okean sahili, Venezuela Atlantik okean sahili. C variantı doğrudur. D variantında Çili Sakit okean sahilidir. Olmaz. 66. Ərazi daxilində müvafiqlığı 1 ölkə, 2 ölkə və 3 ölkənin yerləşdiyi. Kuba adasında 1 ölkədir, Kuril adasında da 1 ölkədir. Olmaz. Madagaskar adası 1 ölkə, Haiti adasında Haiti, Dominikan 2 ölkə, Qvineya adasında 1 ölkə. Olmaz. İrlandiya adasında 2 ölkədir. Bizə birinciyə 1 ölkə lazımdır. Olmaz. Sumatra adasında İndoneziya, İrlandiya adasında İrlandiya və Böyük Britaniya, Kalimantan adasında isə İndoneziya, Malayziya və Brunei yerləşir. Cavabımız D variantıdır. Y variantında İslandiya adasında da 1 ölkə yerləşir. Oraya 2 ölkə lazım idi. Olmaz. 67. Müvafiq olaraq Qvineya körfəzi, Benqal körfəzi sahilində yerləşən ölkələr. Mali Qvineya körfəzi sahilində deyil, Angola Qvineya körfəzi sahili deyil, Atlantik okeandır. Senegal Atlantik okeandır. Kamerun yenə deyil. Cavabımız bu variant. Nigeriya Afrikada Qvineya körfəzi sahili, Bangladeş də Cənubi Asiyada Benqal körfəzi sahilində yerləşir. 68. Ərazi yalnız bir işıqlanma qurşağında yerləşir. Bir işıqlanma qurşağı deyirsə, nə tropik xətti kəsməlidir, nə də onu qütb dairəsi kəsməlidir. Tropiklə qütb dairəsi kəsəndə o 2 işıqlanma qurşağı sayılır. B variantında Namibiyanı cənub tropik xətti kəsir. C variantında Meksikanı şimal tropik xətti kəsir. D variantında Finlandiyanı şimal qütb dairəsi kəsir. Y variantında Kanadanın şimal qütb dairəsi kəsir. Olmaz. Cavabımız A variantı. İndoneziya ilə Perunun ekvator xətti kəsir. Ekvator xəttində aidiyyatı yoxdur. İspaniyanı da heç biri kəsmir. 69. Ərazi cənub tropik xətti ilə kəsilən ölkələr qrupu. Yeni Zelandiyanı heç biri kəsmir. B variantından Kamerunun ekvator xətti kəsir. Yenə olmaz. C variantından Hindistanın şimal tropik xətti kəsir. Yenə olmaz. C variantında Perunu kəsmir. Cənub tropik xətti olmaz. Cavabımız Y variantıdır. Çili, Namibiya, Avstraliya. 71 hissəsi və bütövdə qərb yarımkürəsində yerləşən ölkələri istəyir bizdən. Qərb yarımkürəsinə aid olan ölkələri seçməliyik. Deməli,
D variantından Car şərqdə yerləşir, olmaz. C variantından Çin şərqdə yerləşir, olmaz. Yunanistan şərqdə yerləşir, olmaz. A variantından Polşa şərqdə yerləşir, olmaz. Cavabımız Y variantıdır. Mərakeş Qrinviç xətti kəsir. Kanada tamamilə qərbi yarımkürəsi, İspaniyanın da Qrinviç xətti kəsir. 71. Avstraliya İttifaqına daha yaxın yerləşən ölkə şimalda İndoneziya, cənubda Yeni Zelandiya. 72. Qaradəniz sahilində yerləşən ölkələr. Deməli, Rusiya, sonra Gürcüstan gəlməlidir. Ondan sonra aşağı hissədə buradakı ölkələrdən Türkiyə gələr, sonra Bolqarıstan gələr, ondan sonra isə Ukrayna gələr. Bu sırayla da baxsaq, cavabımız Y variantı eləyər. Türkiyə aşağıdan yuxarıya başlayıb bu dövriyyəni vurub. Variantı yoxlayarsınız. Daha sonra 73-də 73-də Baltik dəniz sahili ölkələr. Buradakı ölkələrlə Baltik dənizinin şimalında İsveç yerləşir. Daha sonra Estoniya yerləşər. Aşağı hissədə Polşa yerləşər. Almaniya yerləşər və Danimarka yerləşər. Bu ardıcıllıqla da baxsaq, İsveçdən başlasaq elə cavabımız A variantı olar. Cavabımız A variantı olar. Növbəti 74-cü sual. Uyğunluğu müəyyən edin. Apennin yarımadası Tirens dənizi sahilini yuyur və Apennin yarımadasında yerləşən ölkə San Marinodur. Demir dənizə çıxış olsun deyir, həmin yarımadada yerləşən ölkə olsun. Birinciyə 3, 3-ə də A olan cavabımız A ilə B variantıdır. İkinci, Hindçin yarımadası sahilini Cənubi Çin dənizi yuyur 4 və Hindçin yarımadasında da yerləşən Laos ölkəsi 4-də də D. Cavabımız bu variantı. Skandinaviya yarımadasında Baltik dənizi yuyur, Skandinaviya yarımadasında da Norveç yerləşir. 75. Xətti çıxımda dairəyə almış adalar qrupuna aid olan xüsusiyyət Qalapagos adalarından söhbət gedir. Qalapagos adasını nə tropik xətti kəsir, nə də qütb dairəsi. Ona görə bir işıqlanma qurşağıdır. Nazca və Kaybil təsvir olan konvergent yox, divergent zonadır. Aid olduğu qitə sahəsinə görə ən böyük xeyir olduğu torpaq, Falkland var, ondan böyüklər. D. A-da subduksiya zonası yox, divergent zonadır. Y. Nazca və Kokos tavalarının ayrılma, yəni divergent zonasında yerləşir. 76. Ərazisi Qrinviç meridianı ilə kəsilən ölkələrin şimaldan cənuba doğru düzgün sırası. Qrinviç şimaldan cənuba doğru. İspaniya, Əlcəzair, Mali ilə A variantı doğrudur. B variantına Carı Qrinviç meridianı kəsmir. C variantına Norveçi kəsmir. D variantına Liviyanı kəsmir. G variantına Finlandiyanı kəsmir. 77. İştiqlənmiş ərazilərə aid olmayan xüsusiyyətlər. Aid olmayanlar istəyir. Hindçin yarımadası, Hindistan yarımadası və Mərkəzi Afrikanı göstərir. Əhali sıxlığı yüksəkdir. Bəli, Asiya ölkələri, Afrika ölkələrində sıxlıq yüksəkdir. Ona görə götürmürük. Düz fikir olduğuna görə. Urbanizasiya səviyyəsi yüksəkdir. Urbanizasiya səviyyəsi inkişaf etməkdə olan ölkələrə aiddir. İnkişaf etmiş ölkələrə aiddir. Burası inkişaf etməkdə olan ölkədir. Yəni urbanizasiya səviyyəsi aşağı olmalıdır. Səhv fikir deyə götürürük. Kənd təsərrüfatında heyvandarlığın payı yüksəkdir. Xeyr, inkişaf etməkdə olan ölkələrdə əkinçilik yüksəkdir. Səhv olduğuna görə götürürük. 4. İmmiqrasiya emiqrasiyadan üstündür. Səhv fikirdir. İmmiqrasiya inkişaf etmiş ölkələr üçündür. Bura inkişaf etməkdə olan ölkələrdir. 2, 3, 4. 5. Körfəz sahil mövqeyə aiddir. Bəli, burada Benqal körfəzi var. Burada isə Qvineya körfəzi var. Doğru fikir deyə götürmürük. 6. Əhali artımının ikinci tiplə aiddir. Bəli, inkişaf etməkdə olan ölkələr ikinci tipə aid deyər götürmürük. Minusları götürürük. 78. Kaliforniya yarımadasına aid xüsusiyyətləri sizcə. Şimal tropik xətti cənubundan keçir. Doğrudur. Hersen qırışıqlı zonası xeyr, Alp qırışıqlığına aiddir. Çox hissəsi cod yarpaqlı meşələr deyil, səhra və səhralara düşür. Ona görə olmaz. 4. Fəal seysmik qurşaqda yerləşir. Bəli, Ant Kordilyer geosismal qurşağıdır. 5. Ərazisi inkişaf etmiş ölkələrə məxsusdur. Xeyr, inkişaf etməkdə olan ölkədir Meksika. 6. Ərazisi Meksikaya məxsusdur. Bəli, doğrudur. 1, 4, 6. 79. Həm Sakit, həm də Atlantik okeanında birbaşa çıxışı olan ölkələr. Sakitdə də, Atlantikdə də çıxışı var. Meksika, Türkiyə yalnız Atlantik okeanında olmaz. Rusiya 3 dənədir. Şimal Buzlu okean, Sakit okean və Atlantik okean. Kolumbiya Sakit və Atlantik okeana çıxır. Cənubi Amerikada Misir yalnız Atlantik, Tayland yalnız Sakit və Hind okeana çıxır. Bizə lazım deyil Hind okeanı. Cavabımız oldu 1, 3, 4. 80. Xətti çıxıməsində Polşa və İsveçrə və Macaristan rəqəmlərə müvafiq olaraq. Polşa yerləşir 4-də, İsveçrə yerləşir 5-də, Macaristan yerləşir 2-də, 4, 5, 2. 81. İsikul və Qarda gölləri. İsikul Qırğızıstandır, Qarda isə İtaliyanın ərazisinə düşür. İndi bunlarla fərqləndir. Ümumi xüsusiyyətlərini istəyir. Seysmik cəhətdən fəal ərazilərdir. Bəli, Alp Himalay geosignal qurşağı. Cod yarpaqlı meşə və kolluqlar İtaliyaya aiddir. Qırğızıstanda səhra və yarımsəhra olardı. Çöl olardı. 3. Yüksəklik qurşaqlığa aid müşahidə olunub. Bəli, dağda yerləşən göllərdir.
4. Əhalinin çox hissəsi Hind-Avropadır. Hind-Avropa Qardiyə aiddir. İstiqlal Qırğızstandır. Qırğızstanda Altay dili ailəsi də olmaz. 5. Ərazisində fəaliyyətdə olan vulkan var. Xeyr, yoxdur. Ona görə 5 də səhvdir. 6. İnzibati ərazi quruluşuna görə unitar dövlətlərdir. Bəli, unitar və respublika idarəetmə quruluşuna malikdir. Qırğızstan və İtaliya. 82. Xəritə sıxımında 1 və 4 rəqəmləri ilə, yəni Finlandiya və buradan Macarıstan ölkələri ilə 2 və 3 rəqəmi. 2 Niderland və 2 Belçika və 3 Avstriyanın ərazisinə düşür. Unitar inzibati ərazi quruluşuna maliklər bir-birlərindən fərqli xüsusiyyət 1 ilə 4-ün. 1. Finlandiyada, Macaristanda unitardır. Amma Belçika monarxiya olduğuna görə fərqləndirici xüsusiyyəti oldu. 1-i götürdük. 2. Demoqrafik keçidin 4-cü mərhələsidir. 4-cü mərhələdə inkişaf etmiş ölkələr üçündür. 2, yəni 4-cü mərhələdədir. 1 də. Amma 1 ilə 4 isə 1 Finlandiya olduğuna görə o da 4-cü mərhələdə, yəni hər ikisinə oxşar xüsusiyyət kimi getdi deyə götürmürük, fərqləndirən xüsusiyyət deyil. Ona görə 2 getdi. 3 materik daxili mövqeyə malikdir. 1 okean sahilinə çıxışı var, ona görə materik daxil olmadığına görə getdi. 4 dağlıq relyef üstünlüyü təşkil edir. Macarıstan Şərqi Avropadır. Dağlıq relyef deyil. Plus da Belçikada dağlıq deyil. Ona görə götürmürük. 5. Əhalinin əsas hissəsi Hind-Avropa dil ailəsinə aiddir. Fərqləndirici xüsusiyyətdir. Finlər və Macarlar Ural dil ailəsinin Fin-Ugor dil qrupuna aiddir. Amma 2 ilə 3 isə Hind-Avropa dil ailəsinə aiddir. Bir-birlərindən fərqləndirir deyə götürürük 1-5-i. 83. Uyğunluğu müəyyən edin. Ərazisi 2 materik və 2 qitədə yerləşir. Misir. Birincidir. Misir həm Afrikada yerləşir. Bir hissəsi isə Sinay yarımadası Asiyaya düşür. Və 2 qitə Afrika və Asiya qitəsinə düşür. İkinci, ərazisi 1 materik və 2 qitədə yerləşir. 1 materik və 2 qitədə yerləşir Qazaxıstan. Qazaxıstan Avrasiya materiki və Avropa və Asiya qitələrinə düşür. Və 1 materik 2 qitədə yerləşər Rusiya. Avrasiya materikində yerləşir. Avropa və Asiya qitəsində düşür. Aynen Y variantı. 84-cü sual. Qazaxıstan, Niderland və Malayziya aid xüsusiyyət. Ərazisi ada və yarımadada yerləşir. Malayziya aiddir. Malaziyanın bir hissəsi Malakka yarımadasındadır, bir hissəsi isə Kalimantan adasındadır. B. Mülayim iqlim qurşağının kontinental tipində yerləşir. Qazaxıstan. Zəngin daş kömür yataqlarına malikdir. Bu da Qazaxıstana aid olan xüsusiyyətdir. Ərazisi şelfin qurulması hesabına genişləndirir. Bunlar da adlandırılır polderlər Niderlanda aiddir. Ərazisində heve kalçuk ağacları genişlənmişdir. Ekvatoral iqlimin bitkisidir. Üçüncüyə də Y. Cavab 1B, C, 2D, 3A, Y. Bu mövzuda bu qədər.